Gürcüstan. Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinin icrasına başlanılıb. Azərbaycan Sənaye Bankının dəstəyi ilə reallaşan layihə Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edib. Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinin icrasına başlanıldı. Azərbaycan Sənaye Bankının dəstəyi ilə reallaşan layihənin əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsidir. Layihədə regionlarda yaşayan, bizneslə məşğul olan sahibkar qadınlar, eləcə də biznes fəaliyyətinə başlamaq arzusunda olanlar iştirak edir. Öz biznesini necə başlamalı və yeni başlayanlar üçün biznes idarə olunması adlı seminarlarda iştirakçılara bu sahədə yeni məlumatlar öyrədilir. Qeyd edək ki, regionlarda qadın sahibkarlığının inkişafı layihəsini Azərbaycan Sənaye Bankı regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində reallaşan layihələri dəstəkləmək üçün həyata keçirir. Layihə Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edir.